Salam əziz dostlar. İkinci hissədə texniki səbəblərə görə sizinlə sağlaşa bilmədim. Üzürlü sayın. Hekayəmizə, romanımıza başlayırıq. Bilmirəm, bəlkə də hisslərimə qapılıram. Ancaq həyatım boyu intihar etmiş insanların simasının gözümün önündə gətirdikcə, xasiyyətlərini, davranışlarını yadıma saldıqca mənə elə gəlir ki, onların hamısının bizdən fərqli olub Valeriyadan danışdım. Onun əsas fərqli cəhəti bilirsiniz nə idi? Güləndə elə zənn edirdik ki, ağlayır. Qonşuluqda başı aşağı olduqca tərbiyəli bir qız var idi. Həmişə kədərli olardı. Halbuki onun kədərinə heç bir səbəb görmürdük. Ailələrində, şəxsi həyatında hər şey öz qaydasında idi. 80-ci illərin sonları idi. Bir dəfə 9-cu rayonda xalası gildən qayıdarkən naməlum şəxslər onu qaçırdılar. Sonradan məlum oldu ki, narkomanlar qaçırıblar, ləkələyib buraxıblar. O da özünü asdı. Azərbaycan nəşriyyatında 2000-ci ilin əvvəlində bir tərcüməçi var idi. Elçin adında. Qəzetə gələr, rus dilindən tərcümələr edib 5-10 manat pul qazanardı. Bu adam deyib gülən idi. Amma zarafatlaşıb gülərkən belə ağladığını zənn edirdim. Və təsəvvür edirsinizmi, mən onu eynən Valeriyaya bənzətmişdim. İlk dəfə görəndə. Ardını danışmasanız da bəlli oldu hər şey. O da intihar etdi, deyilmi? Bəli. Bilmirəm, bu fikirlərimə necə baxırsınız? İntiharın səbəbləri barədə çox danışılır. Bunlar üzdə olan səbəblərdir. Ancaq üzdə olmayan bir səbəb də var. İş ondadır ki, hamı problemlidir. Hamının dərdi var. Bəs niyə hamı yox, yalnız müəyyən insanlar intihar etmək istəyirlər? Dinə görə, xüsusən təkallahlıq dinlərini, təlimlərinə görə intihar edən şəxslərin qəlbinə şeytan girir. Bütün işıqlı duyğularını əllərindən alır, onları məhvə sürükləyir. Doğrudur. Amma mən məsələyə bir qədər ateistcəsinə baxıb belə deyərdim. Necə ki, hər kəs başqasını öldürməyə qadir ola bilməz. Eləcə də hər kəs özünü öldürməyə qadir ola bilməz. Onlar da fərqli insanlardır. Bunlar da. Hərdən qəribə bir fikir gəlir beynimə. Mən intihar edən şəxsləri yarım-killerlər hesab edirəm. Onlar potensial killer olaraq dünyaya gəlir. Ancaq öz istedadlarından xəbərdar olmayaraq heç bir peşəkar fəaliyyət göstərmirlər. Heç bir peşəkar fəaliyyət göstərməmələri isə ona dəlalət edir ki, bu şəxslərə heç kimi öldürməyi sifariş etmir və nəhayət onlar özlərini sifariş etməli olurlar. Anomik intihar. Yəni, doğrudanmı həyat elə 3 mərhələdən ibarətdir? Gəldin, gördün və getdin. Mübarizə meydanına atılmağın sonadək amansız və səndən qat-qat güclü olan şərait adlı düşmənlə vuruşmağın deməkmiş yaşamağın sadəcə olaraq. Yer üzərindəki bütün canlı-cansız varlıqları özündə birləşdirən, hər yerə toplayıb üzərlərində hökmranlıq edən bir nəsnəymiş həyat. 5 hərfdən ibarət bir isim. Ölüm isə hər hərf ondan kiçik olsa da ona qalib gələ bilməsinə görə ondan da qat-qat böyük imiş. Əslində qrammatik qaydaları pozaraq həm isim, həm feil, həm də digər nitq hissələrini özündə daşıyan bir məfhummuş o. Abbasovlar ailəsinin mənzilinin qızlara ayrılmış otağı. Daha bu otaqda ilahəni xatırladacaq heç nə qalmamışdı. Yalnız fotoalbomdakı ailəvi şəkillər var. Vəssalam. Raislə Güllü indi qan ağlayır. Qızları ilə barışmadıqlarına görə özlərini qınayırdılar. Vaxtilə bu otaq ağzına kimi ilahə üçün alınmış cehizlə dolmuşdu. İynə sapdan tutmuş, hələ qurulmamış
qurumamış, qablaşmış vəziyyətdə yumşaq mebelinəcən hər şey İlahə ilə Ayazın toy gününü gözləyirdi. İlahənin gözlənilməz hərəkətindən sonra Rais bircə günə evi boşaltdırmış, aldıqlarını bəzilərini geri qaytarmış, xırda-xuruşları imkansız qonum-qonşuya paylamışdı. İlahənin öz əşyalarını da bir andaca yük maşını ilə evdən çıxartdırmışdı. Çarpayısını, pal-paltarını, şəxsi əşyalarını Güllü öncə buna razılıq verməsə də Raisin qan daman gözlərini görəndə çar-naçar razılaşmışdı. Qızın xırda-para şeyləri var idi. Yarıdan çox işlənmiş içəberk ətri, nazik boyunbağısı, təkkaş üzüyü, kosmetik vasitələri, kitab dəftərləri, diş fırsası. Güllü heç olmasa bunları qorumaq istəmişdi. Bir torbaya yığıb baş verənləri hıçqıraraq seyr edən İnarəyə apar gizlət demişdi. Ancaq Rais xəbər tutmuş, bu torbanı da yük maşına tullatdırmışdı. İlahə iris konfetlərini çox sevirdi. Hər dəfə özünə iris aldırardı. Ciblərinə doldurub bütün günü yeyərdi. Evin hər küncündən, hətta döşəyinin altından konfet kağızları yığışdıran anası onu heydanlayırdı. Mətbəxdəki iri qənddan onunki idi. Həmişə içi irislə dolu olardı və həmin gün Rais qəzəblə həmin qəddabın da götürüb evdən çıxarılan əşyalara qatanda İnarə hönkürtüsünü saxlaya bilməmişdi. İndi onların yeganə təsəlliləri bir qəbir idi, bir də fotoşəkillər. İnarə ağlaya-ağlaya onları əlindən yerə qoymurdu. Böyüklü, kiçikli, rəngli, ağ, qaralı, köhnə və təzə şəkillər, fotoşəkillər. Özlərində bir insan anını qoruyub saxlayan, ya sevinç, ya kədər, ya qayğısızlıq rahatlığını, ya çətinlikləri məncənəsində boğulmanı əks etdirən qeyri-adi kağız parçaları. İlahə bütün şəkillərdə gülümsəyirdi, ölümünə gülümsəyirmiş kimi. Bu Şaxta Baba ilə olan şəkili bacılar sirkdə çəkdirmişdilər. Həmin gün ataları işdə olduğundan yeni il şənliyinə anaları ilə getmişdilər. Şaxta Baba ən yaxşı şeir söyləyənə, rəqs eyləyənə, mahnı oxuyana hədiyyə verəcəyini elan edəndə İnarə dərhal səhnəyə qaçmış, kukla mahnısını oxumuşdu. Ay uzun saç, qara göz, ağıllı kuklam mənim. Gəl əlifba oxuyaq, sən şagird ol mən müəllim. O hədiyyəsini alıb çıxandan sonra səhnəyə o qədər uşaq enmişdi ki, Şaxta Baba müsabiqəni dayandırmalı olmuşdu. Bağçada öyrəndiyi nazilə rəqsini ifa edə bilməyib, hədiyyəsiz qalan İlahə isə yanıqlı-yanıqlı ağlamağa başlamışdı. Onu uzun müddət ovundurmaq mümkün olmamışdı. Nəhayət İnarə öz hədiyyəsini bacısıyla bölüşdürmüşdü. Bu ailəvi şəkil 3 il əvvəl Sərvinaz bibilərinin böyük oğlunun toyunda çəkdirmişdilər. Bax o, necə də hazırlaşmışdılar o toya. Yeni paltar almış, salona getmiş İlahə sinəsi və kürəyi açıq, uzun qara İnarə tünd göy parıltılı, dizdən bir qədər yuxarı don geyinmişdi. İlahə saçını çiyninə atmışdı, İnarə kəsdirmişdi. Hələ bu şəkil, bulvara ailəvi gəzintiyə getmişdilər. Ağ atlı qədimi faytonu görəndə qızlar cumdular ki, biz faytonda gəzmək istəyirik. Onda İlahə universitetə yeni qəbul olunmuşdu. 1-ci kursda idi. İnarə isə məktəbdə buraxılış sinifində oxuyurdu. Qızlar faytona minən kimi çiynindən özündən böyük çanta asılmış fotoqraf peyda oldu ki, gəlin şəklinizi çəkim. Telefonun zəngini eşidib şəkilləri masanın üstünə qoydu.
dəhlizə qaçdı. Ağ rəngli dəstəyi qaldıranda öncə sükut, sonra da kəsik siqnal səsləri eşidib onu yerinə qoydu. Mətbəxə adladı. Ata-anası evdə yox idilər. Gecə Raisin ürəyi necə sancmağa başlamışdısa, təcili yardım gəlib onu xəstəxanaya aparmışdı. İlahənin tutduğu iş kişini yaman sarsıtmışdı. Qoşulub qaçmağı ilə atalarının sanki daşqalağının altında qoyduqdan sonra yazıq kişi birtəhər bu bir ildə oradan çıxa bilmişdi. İntiharı ilə isə bacısı qayanı atalarının başına uçurtdu. Güllü bu həyat yoldaşı ilə bircə getmişdi. Güllü də həyat yoldaşı ilə bircə getmişdi. Səhər ertə İnarə onlarla zənciləşmişdi. Anası demişdi ki, kişi nisbətən babatdır. Bircə kişiyə bir şey olmayaydı. İnarə pəncərəyə yaxınlaşıb həyətə boylandı. Baxışları qeyri-ixtiyari dünən gördüyü yaraşıqlı avtomobili və onun yaraşıqlı sahibini axtardı. Kim idi o görən? İlahə ilə tanışlığı necə baş tutmuşdu? Bircə bu sirri bilsəydi, bütün gecəni nədənsə fikirlər onu tərk etməmişdi. Hətta o oğlanı yuxusunda da görmüşdü. Şuuraltısına hopmuşdu. Şırıltı ilə axan şəlalənin altında dayanıb onu yanına səsləyirdi. Dünən çadır qurulan yerdə indi uşaqlar qastı tutdu oynayırdılar. Biri şortik maykada olan oğlan uşağı yaman cığallıq edirdi. Səsi həyəti başına götürmüşdü. Telefon yenidən zəng çaldı. Bu dəfə danışdılar. Xəttin o üzündən danışdığı kişi səsi gəldi. Alo, İnarədir danışan? Bəli, kimdir soruşan? Bilirsiniz, mən adım Rızadır. Mən dünən bacınızın yasına gəlmişdim. Sizi gördüm və İnarə əvvəlcə söhbətin nədən getdiyini anlamadı. Ancaq zəng edənin səsindəki təkəbbür, şövq, təbii ona anlatdı ki, bu onun düşüncələrini alt-üst edən, ona rahatlıq verməyən həmin şəxsdir. Oğlan danışmaqda idi. Sanki bir almasız, yarı bölüblər sizi. Mən heç vaxt İnarə hiss etdi ki, içinə sevinç doldu. Tanıdım sizi, qara cibdə gəlmişdiniz, hə? Çıxanda da atam ötürdü sizi. Hə, o mən idim. Şadam ki, diqqətinizi cəlb etmişəm. Necəsiniz, nə var, nə yox? Deyəsən, evdə təksiz, hə? Nə əcəb evdən çıxmırsınız? 4 divar arasında dərd adamı öldürər lap. İnarə ürəyinin döyüntüsünü eşidirdi. Dünən onu görəndə bir də heç vaxt görə bilməyəcək qənaətində məyus olmuşdu. Ümidsizliyə düşmüşdü. Düşünmürdü ki, son dərəcə qapalı olan oğlanlarla heç vaxt dostluq münasibət qurmayan, onlardan daim uzaq qaçan, bacısının ərə getdikdən sonra kiminləsə yaxın əlaqəyə girməsi, hətta onun maşınına oturması, müəmması heç vaxt açılmayacaq. Amma budur, Rıza adlanan o oğlan zəng eləmişdi. Dil boğaza qoymadan danışırdı. Bilirsiniz, çox ağır dərddir. Sizi başa düşürəm. İlahə kimi bir bacını itirmək sizin üçün çox ağırdır. Onun üçün də indi kəlmə kəsmək istəməzsiniz. Ancaq mənimlə bölüşə bilərsiniz, ürəyinizi boşalar, dərdiniz yüngülləşər. İnarənin aləmində bu adam kim idisə, yalnız var dövlət üstünlüyünə malik deyildi. Çünki bacısı dünya malına baxan olsaydı, heç Ramilə getməzdi. Demək, onun başqa müsbət cəhətləri bacısının diqqətini cəlb etmişdi. Alo, yaxşı, istəmirsinizsə daha zəng edib sizi narahat etmərəm. Mən sadəcə zəng etmişdim ki, İnarə qorxdu, birdən Rıza dəstəyi atar. Daha zəng etməz, sonra gəl onu tap görüm necə tapırsan. Həyəcanlı, siz İlahə ilə dostluq etmisiniz, deyə soruşdu. Onun nəhayət ki, danışdığını sevinən Rıza
nə dediyinin fərqinə varıb təəccübləndi. Bunu siz hardan bilirsiniz ki? İnarənin cavabı ani gəldi. İlahənin sinif yoldaşı Reyhan dedi. Rıza İlahəgilin ailəsinin onların münasibətlərindən xəbər tutmalarını heç istəməzdi. Odur ki, İnara o sözləri deyəndə sandı. Yəqin İlahə olanlar barədə evdə danışıb. İçindən bir nigarançılıq keçdi. Dərhal İlahə münasibətləri harayacan danışmışdı görən. Nələri söyləmiş, nələri gizlətmişdi. Amma İnarə Reyhanın adını çəkəndə Rıza nisbətən sakitləşdi. Demək, ailələri bunların münasibətləri barədə heç nə bilmirmiş. Yaxşı, bəs Reyhan kim idi? O hardan bilirdi bu gizlinləri? Odur ki, dərhal soruşdu. Yaxşı, bəs o haradan bilir ki? İnarənin səsi də İlahənin səsinin bənzəri idi. Azacıq cingiltisi var idi. İstəyirəm. Bu da nisbətən gənc olması ilə, yaşı ilə, bəlkə də subaylığı ilə bağlı idi, yəqin. Onlar son zəng günü həmişə yığışırlar axı. Bu il yığışanda siz İlahənin cibinizə mindirib aparmısınız. Reyhan görüb o bunu mənə deyəndə çox təəccübləndim. Niyə ki, İlahənin sizinlə tanışlığı, münasibətdə olması mənə çox təəccüblü gəldi. O mənim bacım idi. 5 barmağım kimi tanıyırdım onu. Subay vaxtı oğlanlardan qaçan birinin ərdə ola kiminləsə oturub durmasını heç ağlıma belə gətirə bilməzdim. Axı bu necə olmuşdu, nə? Sizin tanışlığınız, bizim tanışlığımız deyəndə ki, nə bilim olmuşdu da, harda tanış olmuşdunuz ki? Harda deyəndə biz axı qonşu idik. Qonşu idiz? Əlbəttə, hasar qonşusu idik. Onların evinin yanında mənim villam var. Siz orada qalırsınız ki, anam bir-iki dəfə ora gedib, deyir ucqar bir yerdir. Bakıda da iki evimiz var. Əsas evimiz də Malakan bağının yanındakında papa, mama və bacım qalır. Bu qəsəbədə villanı ona görə tikdirmişik ki, oradakı toxuculuq fabriki bizimdir. Ancaq mamanız heç düz demir. Bura mənzərəli yerdir. Dənizin bir addımlığındadır. Bu ev mənim daha çox ürəyimə yatır. Həm də burada asudəliklidir. Papa, mama nəzarəti olmayanda adam istədiyi kimi yaşaya bilir. Bir də ki nə? Əvvəllər bura tək bu dediklərimə görə mənə əziz idi. Amma indi İlahəyə görə də buradan aralana bilmirəm. Hər addımda onun xatirəsidir. İndi sizinlə danışıram. Pəncərədən isə onların həyətlərinə baxıram. Elə bilirəm ki, indicə onu görəcəm. İnarə hıçqırmağa başladı. Rıza isə danışmaqda idi. Mən uşaqlıqdan adam ölməsindən qorxmuşam. Həmişə ölü aparılmasını görəndə qaçıb gizlənmişəm. İlahənin ölümü çox gözlənilməz oldu. Çox. Orada o darvazanın ağzında bacımla söhbət edərdi. Orada dayanıb dənizə baxardı. Orada tut ağacının asılmış yelləncəkdə yellənərdi. Özü də gecələr yellənməyi xoşlayırdı. Aya baxa-baxa. Bəzən olurdu, saatlarla pərdə arxasından gizlincə ona göz qoyurdum. İnarə hıçqırmaqda idi. Çətinliklə heç vaxt onu ər evində görə bilmədim, söylədi. Sonra da qırıq-qırıq cümlələrlə sözünə davam etdi. Ramilə qoşulub qaçmışdı deyə ailəmiz onunla küsülü idi. Tam müəmmalı qaldı mənə. Onun son bir ili tam müəmmalı. Bircə bilsəydim ki, ömrü belə tez qırılacaq. Bilsəydim, atam anamın ayağına düşərdim. Yalvar yaxar edərdim ki, yazıq bacımı bağışlasınlar. Rıza xəttin o biri ucunda siqaret yandırdı. Hə, həyat belədir də, çox qəribədir. Adam gözləmədiyi şeylərlə üzləşir. Ramil indi neynəyir? Onlar dəhşət sevirdilər bir-birlərini. Amma kaş ki, heç sevməyəydilər.
həyat bacada görsənirmi Ramil? Yox, nəsə görsənmirlər. Dünəndən elə bil qeyb olublar. Sən doğrudan da çox şeylər bilmirsənmiş. Rıza sizdən sənə keçmişdi artıq. Nəyi bilmirəm axı? Sənə elə gəlir ki, ilahə o Maygülünü sevib. Sənə elə gəlir ki, ilahə o Maygülünü sevib. Əslində nifrət edirdi ona. Bu ola bilməz. Sən səhv edirsiniz, siz səhv edirsiniz. Həm də xahiş edirəm təhqirə keçməyin. Nifrət etməsəydi mənimlə oturub durardı məgər? Mən 100% əminəm ki, siz səhv edirsiniz. O sizinlə ancaq bir dost kimi yaxınlıq edə bilərdi. Əslində mən heç buna da inanmıram. İnarə ilahə məni sevirdi. İnarə quruyub qaldı. Nə? İlahə məni sevirdi. Çətinliklə dedi. Siz düz danışırsınız. Niyə düz danışmıram axı? Sevirdi. Bütün varlığı ilə sevirdi. Ona isə nifrət edirdi. Çünki o ilahəni ad-susuz cır-cındır içində saxlayırdı. Yazıq qız həyatından bezmişdi. Deyirdi ki, kaş sənə tez rast gələydim. Bu ola bilməz. Bu həqiqətdir. O əzab çəkirdi, ağlayırdı. Səhv addım atdığı üçün rahatlıq tapa bilmirdi. Amma deyirdi ki, artıq nəyisə dəyişmək gecdir. Kaş ki biləydim, özünə qəsd edəcək. Kaş ki biləydim. İnarə yenə hıçqırdı. İnanmağım gəlmir bütün bunlara. Rıza daha bir siqaret yandırdı. Dərin qullaq vurdu. İnşallah haçansa görüşəndə sənə baş verənləri danışaram. Mənim hər şeyim var. Milyonlarım, obyektlərim, villalarım, maşınlarım və nə bilim, hər şeyim. Təkcə ilahə yoxdur. Sən bilməzsən mən onu necə sevirdim. Həyatımda rastıma çıxan ən gözəl xanım olub ilahə. Onun yoxluğuna inan ki dözə bilmirəm. Siqaretin tüstüsünün ciyərinə çəkib davam etdi. Səni görəndə əvvəl elə bildim məni qara basır. Sən eynən ona bənzəyirsən. Mənə elə gəlir ki, sən həssas qızsan. Mənim necə dərdli olduğumu duyursan. Görüşsəydik, dərdimi sənə danışardım, yüngülləşərdim. Haçan görüşə bilərik. İnarə tutuldu. Bu vacib deyil. Rıza həmləyə keçdi. Niyə? Sən ilahə haqqında həqiqəti bilmək istəmirsən? Onu itirmisən. Ağırdır sənin üçün. Ancaq bura gələn bu yerlərdə olsan elə biləcəksən ki, yenidən onunlasan. İlahənin ruhu da həyətdədir. Gəzib dolaşır. Dedim sənə bayaq bacım Aynurə ilə rəfiqə idilər. Elə bizə də bacım tanış etmişdi. Gəlsən Aynurə ilə ilahə barədə danışarsan. İnarə Rızanın həmləsi qarşısında çaşbaş qalmışdı. Bilmirdi nə cavab versin. Bilmirdi razılaşsınmı, razılaşmasınmı. Axı onun ən böyük arzusu idi bacısının özü ilə qəbrə apardığı sirrini bilmək. Ancaq ata-anası nə desin? Desin, hara gedirəm? Desin, ilahənin ərindən başqa bir görüşdüyü olub, onunla danışmağa gedirəm. Bilirsiniz, Rıza bu düzgün çıxmaz. Mən axı necə gəlim? Nə düzgün çıxmır? Bacının evinə gəlirsən də, onun sevdiyi ilə söhbətləşməyə gəlirsən də. Yox Rıza, ümumiyyətlə bu düzgün deyil. Bacım rəhmətə gedib, onun kiminləsə münasibətdə olmasından dəm vurmaq səhvdir axı. Əxlaqa ziddir. Siz bizim ailəmizi, ata-anamı da düşünün. Onsuz da ürəkləri yaralıdır. Xahiş edirəm, gəlin bu söhbəti bağlayaq. Bir bacı kimi sizdən rica edirəm, əgər ilahənin doğrudan da sevmisinizsə, onun ruhu xatirinə bu söhbəti heç yerdə eləməyin. Yazıqdır, qoyun o dünyada rahat yatsın, lənətlənməsin. İnarə hıçqırdı, əlləri ilə gözünü sildi. Rıza isə bu cür təslim olmaq istəmirdi. Canım, burada nə var ki? Söhbəti onsuz da hamıdan gizləyirik də, aləmə car çəkəsi deyilik ki, nə papan biləcək, nə də maman. Təbii istəmirəm bacım barədə həqiqətləri başqaları bilsin. Amma sən bilsən yaxşıdır. Bizim sirrimizi, sevgi dolu dünyamızı istəyirəm sənə açıqlayım. Sən sevgilimin bacısısan.
məni özünə qardaş say, heç nədən çəkinib eləmə. Yox, bilirsiniz, sənin üçün də rahat olacaq. Gəlib ilahənin ruhu ilə danışarsan, yüngülləşərsən. Yox axı. Mənə də səni görmək bir təsəlli olar. Bilirsiniz, sən vaxtını da yerini de. Gəlim səni götürüm. Cəmi 3-4 saat da geri qaytarım. Rıza, yox, evdə nə deyəcəm? Birlikdə bir bəhanə fikirləşib taparıq. Sabah gəlim? Yox, sabah yox. Onda birisi gün, saat neçədə və hara gəlim? Siz lap saat 11 sənə qane edir. 11-də universitetdə olacam. Sessiyamız başlayıb. Bəs neçədə? İnarə təslim olması ilə razılaşaraq astaca dedi. Saat 1-də. Harada? Azacıq düşünüb bu dəfə lap pıçıldadı. 20 yanvarda. Şollar suyunun yekə reklamı var. Onun qarşısında. Yalnız Rıza ilə sağollaşıb dəstəyi yerinə qoyduqdan sonra İnarə nə iş tutduğunun fərqinə varmağa başladı. Bacısı rəhmətə gedib, hələ heç 7-si çıxmayıb. Ancaq o özü də deyikli ola başqası ilə görüşür. Ona qoşulub Sumqayıtın hansısa bir qəsəbəsinə gedir. Ən pisi də odur ki, həmin başqası bundan öncə onun ərdə olan rəhmətlik bacısı ilə də görüşürmüş. Hələ deyilənə görə aralarında dostluq və ya yox, lap sevgi əlaqələri də varmış. Eşidən bilən olsa nələr baş verir, adamın üzünə tüpürməzlərmi? İnarə fikrini dağıtmaq üçün yenidən şəkillərə üz tutdu. Bu şəkil Reyhanın az gündə çəkdirmişdilər. İlahə Ayazla deyikli olduğu üçün valideynləri İnarəni də ona qoşmuşdular ki, tək getməsin. Bütün məclis boyu Azər gözünü İlahədən çəkməmişdi. O necə sevirdi İlahəni. Cavabsız sevgidən sonra əzab çəkirdi. Necə şam kimi yanıb əriyirdi. Bu da nabran şəkilləri. Turist bazasının girəcəyində çəkdirdikləri şəkil. O atasının boynunu qucaqlayıb İlahə isə anasının qoluna girib. İndiki kimi yadımdadır. Yayın qızmar günündə qəfil göyün üzünü qara buludlar almış. Şıdırğı yağış yağmağa başlamışdı. Bunlar yenicə şəkil çəkdirib dənizə enmək istəyirdilər ki, yağışa düşdülər. Təpədən dırnağa islandılar. İlahənin ayaqqabısının altı qopdu. Otaqlarına ayakyalın palçığa batmış halda qayıtmalı oldu. Nə yaxşı ataları İlahə ilə bağlı hər şeyi evdən çıxaranda ailəvi şəkillərini saxlamağa qərar vermişdi. Onları İlahənin tək çəkdirdiyi sinif yoldaşları, tələbə yoldaşları, rəfiqələri ilə çəkdirdiyi şəkillərə qatıb məhv eləməmişdi. İnarə telefona yaxınlaşıb atasının mobil telefonunu yığdı. Zəngə cavab verən anasından hal-əhval soruşdu. Atasının vəziyyətinin bir qədər yaxşılaşması ona ümid verdi. Tanrıya yalvardı ki, valideynlərinə onu çox görməsin. Anası ilə vidalaşdıqdan sonra dəstəyi xeyli müddət yerinə qoymadı, əlindəcə saxladı. Səni görəndə əvvəl elə bildim, məni qara basır. Sən eynən ona bənzəyirsən. Mənə elə gəlir ki, sən həssas qızsan. Mənim necə dərdli olduğumu duyursan. Görüşsəydik, dərdimi sənə danışardım, yüngülləşərdim. Rızanın səsi qulaqlarından çəkilmirdi. Bu qədər kifayətdir. Əziz dostlar, artıq gələn hissədə inşallah oxuyarıq. Sağ olun, hələlik. Özünüzə yaxşı baxın.